bilməzdim. Bax bu havanların cavanı havasıdır. Sözlər Qurbanı rəhmətliyində. Deməli, Pər xanımı Şah Abbas aparır. Gecəndə da deyir ki, görək, bu Pər xanımı tanısa, Pər xanım bunu gəldiyini bilsə, bunu buna verəcək. Amma Pər xanıma bir qədər əntikdən, kirşandan, zərdən, ziniyyətdən verin, qoy vursun. Pər xanım yavaşçalıqla hərrənə gəlir, amma Qurbanı kənardan durub baxır. Gördü, amma Pər xanım bunlar başa düşməsin deyə, o rəqib tərəf, başa düşməsin deyə, yavaşçalıqla, naz, qəmzə ilə belə baxdı, gözünü bekara Qurbanıya tərəf fırladı. Ki, bunlar başa düşməsin. Ayıl-mayıl pəncərədən baxaylar. Qurbanı aşağıda həyata qoymuşdular. Baxan Dilbər, məni candan elədin. Ha, şirin canımı ateşlərə yaxan Dilbər, məni candan elədin. Pər xanım bir də getdi, bir qədər belə hərrəndi, gəldi. Aynanın qabağında bir də belə durdu da, yavaş-çağla Qurbanıya tərəf belə baxdı. Getdi, amma biraz belə qatlandı. Qurban olum, sən kimi həmdəmə. Oh ya! Başqa! Arif olublar sənə. Sənəni başı qalır. Kimi həmdəmə az məni yan düşmənin əlində qoyma, Arif olub. Sən sözlərimi başa bir qulaq at bu demək, ha. Belə aşağı əldiyinə yavaşça qatlandığını görür. Asıldı çarpazlar göründüsünə, yaxandır mən, məməndir. Mən candan elədi, kəndə Pər xanım bir də hərrənib gəlib, yavaşcan xananın qabağında. Durub da, Qurbanlar şəhərin Allah ömürsün. Ay görməm mən. Baxırlar, qardaş gəzdirəcəklər, ona görə bilir. Gələ az qorxum yoxdur, sultanından xanılar öldürsələr. Azıq söylər, icazənizlə bağışlayın, hələ bir məclisdə belə musiqi məclis yerindən arşın eləmişim. Ulan qapısıldalımışız. Söhbətəmədir ki, bütün bir deyim görmüşlər, sual eləcəm. Bir çox darası şəhbala, tamaya Hariye geçenlerle pari görenler Yarlama ey yarlama ey yarlama Ya bu bir okuruz sana. Gülmürüm bana, gülmürüm. Hakim yoktu, sultanına kanlar öldükleri korkum yok kanlar. Hakim yoktu sultanına kanı var. Öldürsene korkum. Öldürseler korkum yoktu canı var.
Mənim əzizlərim, bu axşam deməli ayın 11-ci ay 2008-ci tarixdə doğrudan da dağların qoynunda yaşamaq, yaratmaq və dağlarda saf ürəklə şirin məhəbbətlə, gülər üzlə toy eləmək, şənlik eləmək bu zat noyabr ayının 10'udur. Allah Teala'nın ardımı odur hər birimizə qismət eləsin. Ustad yazırdı, mən səni istəyirəm göz bəbəyim tək, mənim öz vətənim ana torpağım. Axır silən üstən araz kürcay, daha qalmır yana torpağım. Yenə bəzən gilən güləkə mənə, laləyə nərgizə gül yasa mənə, ətinin yayısın hində, ya mənə nur kiləylə bu cahana torpağım. Yəni dünyanı deyir, bütün dünya. Bütün ceyran çölü bir dəmir düzü, çil-çırağban edir gecə gündüzü, baxıb heyran qalır təbiət ölsən, geydikcə yaşıl dona torpağım. Bilmirəm adına nə yazım daha, ləldən, cəvahirdən, qızıldan baha, fərq qoymursan nə alimə, nə şaha, nə gəliyə, nə də xana torpağım. Nə qədər göylərə ucalsa başım, axır yerim sənsə, 100 olsa yaşım, səndə yatır neçə şair qardaşım, səninlə göçür o məkana torpağım. Oğul var atanı çöllərə atır, İnan min günaha, min qana batır, sənin qucağında milyonlar yatır, sirrin çıxmır hiçbir yana torpağım. Bu, Daşkəsən rayonunun Əmirvar kəndində Əmirvar Sovetliyi, yəni hamınız bilirsiniz, bunu mən açıqlamağımın yeri yoxdur, yəni qazetdə qalacaq, söhbətim bunda deyil. Doğrudan da hara gitsək, harda olsaq, bir-birimizi anmalıyıq, bir-birimizi düşünməliyik, bir-birimizi dərk eləməliyik, bir-birimizi başa düşməliyik, bir-birimizi eşitməliyik, bir-birimizə eşitdirməliyik və məhəbbətlə xeyşimizi yola verməliyik. Ustad Nəcəf deyirdi ki, Nəcəf deyər, yaxşılıq et, yoldaş olma pisliyə, dərdin demə, dərd bilməzə, hər yetənə kəsliyə. Bir məclisə varid oldun, yəni gəldin, hamı başda istəyər, o məclisə arz söhbət qatmağın layiq deyil. Çağırıblar, çağırmayıblar, gəlirsən, sevin, sevindir, de, gül. Şirinliklə, nəinki 5'ində qanını qaraldasan. Həm atamsan, həm də anam, balam ay dağlar, ay dağlar. Harda olsam yenə sizə gələm ay dağlar, ay dağlar. Suyxanına quram deyə, kuzu itə anam deyə, yağ yaxması yeyə güləm ay dağlar. Ay dağlar, doğrudan da bizim dağlarımız, mən arz edərdim, hər birimizin vüqarımız, bax bu dağlarımızın vüqarı qədər olsun. Hər birimizə izin ömür, can sağlığı, əziyyət xeyirşin mübarək olsun, evladının bu bugünkü xeyirşində, sərki xeyirşində Allah Teala ondan sonraki günlər onlara xoşbəxtliklə qismət eləsin. Onlar bir daha xoşbəxt olsunlar, həyatda uzun ömür, can sağlığı hər birimizə götürdü görək.
Kendimizin bahar çağı, seyre çıkan kara dağı, sizden geçtikten sonra alam ay dağlar, ay dağlar. Üstad yazır ki aziz kardeşim, sizden ayrılanda dağlar cavan idim. İndi görüşüme koca gelmişem, kaygılar üstüme düştü talandım, yüzüme üstü borca gelmişem. Hatiremin güllerini üzmeye, çığır örten otlarını ezmeye, har eyleyip gençliğimi gezmeye, yollarını kuca kuca gelmişem. İtişuk kâmete yerişe bele, İlan yuvadan çıxardan dilə, day delirtməyən, qafqara telə hələdən düşməyən saça gəlmişəm. Ama biz qocalırıq dersen eləmi? Kendimizin bahar çağı seyre çıkan Qaradağı, sizde geçtikten sonra alam ay dağlar, ay dağlar. Səmət Urğun deyir, geçen günlerimi qaytarsaydılar, gelen günlerimi qurban verərdim. Sizde geçtikten sonra hardan alacaq? Dağlara yüz bak, evet ha bak. Sen cavansan, dağlar gözün elə görünür. Qocalayıbsan, elə görünür. Dağlar hemen dağlardı. Biz de götürdü görək. Amanlar eylesin de geleceğiz de aman ayla, aman ayla. Şehli otun Xadidə, Aşıq Məmməd şeir yaza, elə sizdə gəzə-gəzə öləm ay dağlar, ay dağlar. Eyvaz müəllim deyirdi ki, Sovqatın avazı, Sovqatın sazın, azaldır dərdini xəstə Eyvazın, öləndə qavrımı başında qazın, doyunca qoy baxsın gözüm dağlara. Bu əzəmətli, bu vüqarlı, bu gözəl, bu güllü, çiçəkli, çəmənli dağların önündə yaşayan yaralanların hər birinə eşq olsun deyirəm. Xoşbəxt olun. Buradan beləsin qabil. Sizlikdir, görüm indi bir oyun havasına siz çalın. Mən boğazım yavaş-yavaş silsin, görüm nətər olacaq. Başa
vermişdim. Görüşüme yazda mən gələnməsəm dağlar məndən incimə. Qoy ırtların, qulaqların gözyaşı silənməsəm dağlar məndən incimə. Daş da dəyər bir-birinin xətrinə, söykənəsən bir bağlın çətrinə, şehli günlərin ətrinə gələnməsəm dağlar məndən incimə. Söhbət diyar ayağına gəlməyə, haray çəkib bu dərdini bölməyə, bir arzum var qucağında ölməyə, ölənməsəm dağlar məndən incimə. Bugün bu dağlar qoynunda yerləşən Əmirvar kəndində, ədəmətli dağlar qoynunda, dağların ətəyində yerləşən Əmirvar kəndində olan xeyirişimiz mübarək olsun. Bir daha Allah Taala'nın arzuunu hər birimizə qismət eləsin, hər birimizə qismət olsun. Səni quran bu arzular, görüm gəlsin başa mağar, oğlan qızla tez oynasın məclisində qoşa mağar, stolları başdan başa, qoy bəzənsin al qumaşa, qonaqlara diyək yaşa, dəvət edək başa mağar, am oğlu har keç Allah mübarək eləsin, xoş gəlsin. Necə dolduq, qucağında yaşadarlar. Ay boymadan, belə qalsın. Ay boymadan, ömür görək bana.
gələcək, nə gələcək başa dağlar, yaşa dağlar, yaşa dağlar. Yaylağısan, şirin canlar dövrağısan, Hüseynin oylağısan, yaşa dağlar, ömür yetir başa dağlar. Hoşbaxt olun, her şeyiniz mübarək olsun. Rafiz kardeşim, hoş gəlirsən, hoş gördük. Hayır, ne yaxşı gəlirsən. Ben düğün için okumak istemiyorum. Yaralandan bir dilərim var. Da de koy ben bir bunu soyunum. Baxdım ola, taxtım, tacım olmuyor. Həmişə əlimdən yaxşılıq gələ pislik üçün. Heç əlacım olmuyor, buna mümkün deyil, bizim qanımızdan o. Oradan qəti çıxası deyil ha. Yəqin qanımızda.
olun ya. Allah həmişə evdə toy eləsin. Mən həmişə məclisdə olduğum aşıqdan qorxuram. Buna görə oxuyuram, Buna görə səndən oxuyuram. Yoxsa biraz Dağarışsan, uzun aşıqdan qorxuram. aşılar straşlı. Qorxuram, straşınıdır. Niye? Buna görə oxuyuram. Herkese de sağ olun. Xeyli axmaq. Yaxşıyım ama. Ha, bak. Eyvallah, seçilir. Qarmonda da gözəl olsun, Ha, ya. Ben koca kişiyim, mal çok belli olmaz. O iki dağın arasında Kahvelerin başından. rəhmətlik Aydın 41-45 müharibəsinə geldi. Sevgilisine deyir ki, gəlsən orada biraz söhbət eləyək. O qədər də Müslüman qızlarında çox qüvvəli abur həya var idi. Bu bir fabrikasını götürüb belə gedir, Aydın'la bir dostumla belə utanıb görüşə bilmir. O anla gedir, yemi gəlmə, görüşdüm, deyir, valla tondarına getdiniz bağla. O iki dağın arasından bəh-bəh gördüm, vücut maral indi. Biri yarın havasından, biri yardan yaralı indi. Kına qoyub tellərinə, əllərinə, hənə yaxıb tellərinə, bəh-bəh-bəh, gümüş kəmər bellərinə, hay bizdən aral indi.
Təzəsin bu. Ne olur, meylini bizden kesme. Biri dursun, bilinmez. Madem yer bular, kimi öldürürler?